Salamlayıram aziz xalqımızı. Bugün mənim çox şad günümdür, aziz xalqım. Mənə bu günləri, bu dəqiqə mənə 4-5 dənə yerdən zəng gəlib. Azərbaycanın nəhəng lideri İlham Əliyev cənablarının fəxri fərmanına hazırlaş. Ağşəhərdə cənab prezidentimizin, Ali Başkomandanın mükafatına Ağşəhərdə mənzil. Sağ olun aziz xalqım. Sizin sayənizdə mən bugünkü günü sizin paylaştığınız videoları siz paylaştınız aziz xalqım. Hamınıza təşəkkürümü bildirirəm Azərbaycan xalqına. Çox sağ olun. Sizin sayenizdə mən bütün işıqlandırdınız siz aziz xalqım. Çox sağ olun. Ağşəhərdə mənzillə cənab prezidentin fəxri fərmanına hazırlaşır. Ağşəhərdə mənzil veriləcək. Azərbaycan prezidentinin fəxri fərmanına, mükafatına. Çox sağ olun aziz xalqım. 4 dənə yerdən bu gün mənə zəng gəlib. Mənim sevincimin həddi buluğu yoxdur. Azərbaycan xalqı ilə bölüşürəm. Çox sağ olun aziz xalqım. Sağ olun siz sayənizdə. Bütün Azərbaycan xalqının qarşısında baş əyirəm. Siz sayənizdə sizin mənim videolarımı siz paylaşdınız aziz xalqım. Siz sayənizdə mən bugünkü günü xoşbəxt gün bugünkü gündür. Mənim bu arzularım cənab prezidentin əlindən fəxri fərmanı mən gözləyirdim. Çünki mən 20 ildir mən cənab prezident apardığı siyasəti mən dəstəkləyirəm. Bütün Azərbaycan şahiddir ki, mən 20 ildir bütün Lənkəran, bütün Azərbaycanın bütün bölgələrindən məni dəstəkləyirəm. Bütün Rusiyada hər yerdən məni dəstəklədiklərinizə görə təşəkkür edirəm. Bütün Azərbaycan xalqının qarşısında baş əyirəm. Mən sizin sayənizdə mən bugünkü günü sizin paylaşdığınız videoları siz paylaşdınız bütün dünyaya. Sağ olun aziz xalqım. Cənab prezidentin səlahiyyətli şəxslər bu gün mənə 5 dənə yerdən bu 5-ci zəngli bəyalar gəlib mənə ki, Rəşad Əliyev cənab prezidentin Ağşəhərdə inşallah deyir sənə mükafatına hazırlaş. Ağşəhərdə mənzil veriləcək sənə. O mükafatı cənab prezidentin əlindən sənə o mükafat veriləcək. Çox sağ olun, çox sağ olun. Kim mənə zəng edib bu günləri, hamısına təşəkkür, Azərbaycan bütün səlahiyyətli şəxslərinə təşəkkürümü bildirirəm. Sağ olun. Bütün Azərbaycan xalqı ilə sevincimi bölüşürəm. Sağ olun. Aziz xalqım, Allah sizlərdən razı olsun. Sizin paylaşdığınız videolar sayəsində siz məni bu zirvəyə qaldırdınız. Çünki mən məhz nəhəng liderin, Azərbaycanımızın simvolu, nəhəng lider İlham Əliyev cənablarına apardığı siyasəti mən dəstəkləyirəm. Bütün Azərbaycan xalqı bilir. Azərbaycanımızın simvolu, nəhəng lider İlham Əliyev cənablarının mən apardığı siyasəti dəstəkləyirəm. Bütün Azərbaycan şahiddir. Məhz cənab prezidentinin mənə Ağşəhərdə veriləcək inşallah ev mükafatına görə də təşəkkürümü bildirirəm. Mənə kimlər zəng edib bu günləri 5 dənə yerdən zəng ediblər. Nəhəng liderin səlahiyyətli şəxsləri ki, Rəşad Əliyev hazırlaş. Ağşəhərdə yeni mənzillə məhz cənab prezidentin o xaçarı mənzilin sənədlərinə sənə təqdim olunacaq inşallah. Çox sağ olun, çox sağ olun. Mənə kim zəng edib bugün bütün Azərbaycan xalqı ilə bölüşürəm. Azərbaycanımızın ürəyi, Azərbaycanımızın simvolu, nəhəng lider İlham Əliyev cənablarına təşəkkürümü bildirirəm. Sağ olun, çox sağ olsun. Paşevlərə mən təşəkkürümü bildirirəm. Mənim bütün videolarımı paylaşdığına görə bütün Azərbaycan xalqına mən təşəkkürümü bildirirəm. Mən sizin sayənizdə bugün mənim işığın parlaq, ulduzun parladığı şey. Sağ olun, çox sağ olun aziz xalqım, çox sağ olun. Nəhəng liderimizə təşəkkürümü bildirirəm ki, mənim bu sevincimin həddi buluğu yoxdur. Sağ olun aziz xalqım. Mənə zəng eləyənlərə də təşəkkürümü bildirirəm efir vasitəsilə. Nəhəng liderin dəstəsi sağ olsun səlahiyyətli şəxslər ki, telefonum bu günləri dayanmayıb, axşam sana evə gəlmişəm özüm. Bu dəqiqə sevincimin həddi buluğu yoxdur aziz xalqım. Xalqımızla bölüşürəm ki, Rəşad Əliyev hazırlaş. Ağşəhərdə mənzil sənə cənab prezidentin özü həm fəxri fərman, həm də Ağşəhərdə sənə mənzil təqdim olunacaq cənab prezident tərəfindən. Çox sağ olun. Sağ olun. Hamınız mənə zəng edənlərə hamısına təşəkkürümü bildirirəm. Azərbaycan xalqı ilə bölüşürəm. Azərbaycanın nəhəng lideri, Azərbaycanımızın döyünən ürəyi. Öpürəm prezidentimi.
Öpürəm prezidentimiz, benim ürəyim, döyünən ürəyim, Azərbaycanın simvolu. Fəxr edən prezidentimə sağ olun, var olun, əziz xalqım. Xahiş edirəm bu videonu paylaşın.